İmam Rıza əleyhissalam Əhl-i Beyt imamları arasında nadir imamlarımızdan biridir. Əlbəttə, sual oluna bilər ki, imamlarımızın hamısı məsum, hamısının elmi lədunnidir. Bəs necə olur ki, bəzi imamlarımız bəzi işlərinə görə xüsusiyyət kəsb edirlər. Onların ismi İslam tarixində xüsusi olaraq yad edilməkdədir. İmam Rıza əleyhissalamın dövrünün xarakteristikasına baxdıqda biz görürük ki, həqiqətən də İmam Rıza əleyhissalam olmasaydı, o həzrətin siyasəti, o həzrətin nüfuzu, o həzrətin necə deyərlər, o münazirələrdəki, indiki dillə desək, o debatlardakı iştirakı olmasaydı, bu günləri Əhl-i Beyt məktəbindən söhbət gedə bilməzdi. Əli əleyhissalam öz həyatı boyu, ondan sonra İmam Həsən əleyhissalam, hansı ki o sülh müqaviləsini imzaladı, ondan sonraki mərhələdə İmam Hüseyn əleyhissalamın Kərbəla müsibəti Əhl-i Beyt məktəbində hansı rolu oynayıbsa, onlardan mən deyərdim ki, daha artığını İmam Rıza əleyhissalamın müxtəlif istiqamətlərdə həm imamət məsələsinin isbatı, həm iqtisadi, həm də onun bəzi dini islahatları, necə deyərlər, çox böyük dəyərə sahibdir. Hətta o həzrətin gördüyü işlər olmasaydı, o adını çəkdiyimiz imamların o fəaliyyətləri bada veriləcəkdi. Çünki Əbbasilərin və xüsusi ilə də Məmun Əbbasinin 20 illik fəaliyyəti dövründə Əhl-i Beyt məktəbinə qarşı elə siyasət yürüdülmüşdür ki, hətta Əhl-i Beyt məktəbinə mənsub olan sadə bəzi insanlar belə xəlifəni həqiqi Peyğəmbər xəlifəsi kimi qəbul etmişdilər. İmam Rıza əleyhissalamın apardığı fəaliyyət o üstünə bərbəzək çəkilmiş işin altında nələr yatıbdır, onların hamısını o həzrət üzə çıxardı.